layihənin sizcə uğurlu tərəfi nədir? Yəni iştirakçı sayıdır, layihədən sonra əməkdaşlıq sayıdır, yoxsa layihənin texniki hissəsidir, yoxsa layihədə iştirakçıların nə qədər faydalandığıdır? Yəni bir layihənin uğurlu olduğunu deyə bilmək üçün biz layihənin hansı meyarlarını üstün götürməliyik? Bunu mənim sizə deməyim biraz yanlış olar ki, necə eləməlisiniz, necə eləməlisiniz. Zaten məndən illərlə daha çox təcrübəlisiniz. Amma Əslində biz indi öz sirrimizi açıqlayacağıq izləyicilərə. Əslində istəyirik ki, onu bərabər açıqlayaq ki, layihələrimizin uğuru sirri nədən ibarətdir? Çünki bunun marağında olanlar var. Yəni əlbəttə necə olur ki, bu üç xanım birləşib, bu qədər layihə həyata keçirilir, bunun sirri nədir? Uzun illərlə çalışırlar və bərabər çalışırlar hər layihədən. Adətən bizdə belədir ki, bir layihəni eləyirlər, daha sonra həmin qrupu bir də bir yerdə görmürük, amma biz davamlı olaraq sizlə çalışırıq. Bu siz Qarabağa getmədən öncə də belə idi. mən düşünürəm ki, mənim şəxsən öz fikrim odur ki, və mənim elədiyim layihələr, istiqamətlər və mövzular çox fərqlidir də. Məsələn, sizlə təhsillə bağlı eləyirik, amma fərqli-fərqli istiqamətlərdə mən layihələr həyata keçirirəm Qarabağda. Birincisi, mənim düşündüyüm odur ki, tık olsun deyə heç bir şey eləmək lazım deyil. Tamam, Qarabağda elədin, Qarabağın adından sui-istifadə eləyib, Qarabağda iş görmüşəm demək olmaz. Bu mənim üçün, yəni xasiyyətimə bir zidd Yəni bir gedib şeydir. oranı gəzib gəlmək layihə etdik anlamına gəlmir. Bəli, həm də ki, tək ki Qarabağın adı olsun, mən də iş görüm, mənim də adım Qarabağda hallansın, o da mənlik deyil. Mənim məqsədim və ana, necə deyim, səbəbim orada olmağım faydalılıqdır. Və bir şeydə əgər bir layihə mənə real gəlirsə ki, bu layihənin davamında və ya layihə olduğu müddətdə faydalılığı olacaqsa, mən ona 4.50 yapışıram. Və yəni şəxsən özüm şəxsi mənfəətimi güdmədən oradakı layihədə iştirak eləyənlərin vasitəçi olaraq məndən yararlanıb da məsələn qurumlarla əlaqələrin qurulmasıdır, daha sonra networking artırılmasıdır. Bu artıq dəyər yaradır və bu artıq nəticədir. Nəticə yönümlü işlər görməyə çalışıram. Əslində Aytən xanım, indi sizə cavabını bildiyim bir sualı vermək istəyirəm. Çünki biz də 13 ildir xanım sahibkarlar olaraq bu etaplardan, bu mərhələlərdən çox keçmişik. Onu soruşmaq istəyirəm. Heç olubmu ki, siz hər hansısa bir layihəyə başlayanda ətrafınızdakılar sizə yox, alınmayacaq deyiblər. Əlbəttə ki, dəstək verənlər yəqin ki, çox olub, amma alınmayacaq, bu işə girmə, getmə, eləmə deyənlər də yəqin ki, çox olub. Əslində olmayıb. Niyə? Mən həvəslə iş görmürəm də, istəklə iş görürəm. Düşünürəm ki, həvəs qırılan bir şeydir. O söz var ya, tez alışıb tez sönmək. Bildiniz mi? Kimsə həvəsi söndürə bilər, qıra bilər. Yəni özüm belə özümə deyə bilərəm onu. Amma istəyi olanda, bir insanda bir istək olanda elə düşünürəm ki, yəni təbii ki, bu psixologiyası güclü olan bir insanlara aiddir. Bir insanda bir istək olanda burada artıq əzm də işə düşür və iradə işə düşür. Və mən əgər bir layihəni həyata keçirmək istəyirəmsə, bir də mən çox realistəm də, yəni heç vaxt inşallah, maşallah bunu eləmirəm də, inşallah, maşallah iş görmürəm. Tam real düşünürəm ki, mən bu işi görə bilərəmsə, mən bunu formalaşdırım beynimdə. Və mən bu layihəni həyata keçirmək üçün bir, necə deyim, öndən bir yazıram özüm üçün. Real görürəmsə... Onların olmazını özünüz müəyyənləşdirirsiniz onsuz da. Ondan sonra bu layihənin içində kimləri görürəmsə, onlara olmuş kimi təqdim eləyirəm. Nəticəsini də bir də üstlənirəm də ki, mənəm cavab deyib o layihəyə. Məsuliyyət də mənlikdir və mən bilirəm ki, 4.50 bir işə yapışanda, bir insan bir şey istəyəndə mütləq şəkildə ki, olur. Və həmişə dediyim şey var ki, çarəsi olmayan və ya mümkünsüz heç nə yoxdur. Yetər ki, istə. İstəyəndə bir yolla tapırsan onu həyata keçirməyə. Və mən istədiyim layihəni, istədiyim tədbiri həyata keçirmək istəyəndə nə yalan deyim, mən onu bölüşmürəm. Mən onu həyata keçirəcəyim artıq addıma gələndə sadəcə dəvət edirəm.